Xeyr, əziz kanal izləyiciləri, mən Aytaç Həsənova. Bugün sizlərə 4-cü sinif Azərbaycan dili dərsliyindən növbəti mövzunu izah edəcəm. Mövzumuzu izah etməzdən əvvəl bir elanı diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarına qeydiyyat davam edir. Siz də aşağıdakı nömrə ilə əlaqə saxlayaraq övladınızı bizim hazırlıq qruplarımıza yazdıra bilərsiniz. Hazırlıq qruplarımız həftədə 4 dəfə olmaqla 90 dəqiqə ərzində tədris olunur. Azərbaycan dili və riyaziyyat fənnidir. Bununla yanaşı övladlarınız həm dərslik mövzularını xırdalığına qədər mənimsəyir, həmçinin ev tapşırıqlarına kömək olur, o cümlədən möhkəmləndirmə tapşırıqlar və əlavə vəsaitlər işlədilir ki, uşaqlar həmin mövzunu daha yaxşı qavrasınlar. Bununla yanaşı mövzu sınaqları, həftəlik və aylıq sınaqlar təşkil olunur ki, bu sınaqların nəticələri də valideynlərə göndərilir və artıq valideynlər bilir ki, övladları həmin mövzunu hansı səviyyədə mənimsəyiblər. İndi isə vaxt itirmədən keçirik mövzumuzun izahına. Deməli, tapşırıq A. Təmsil haqqında nə bilirsiniz? Hansı təmsilləri xatırlayırsınız? Əlbəttə ki, müəllim əgər bizə bu sualı verirsə məktəbdə, biz 2-ci sinifdə, 3-cü sinifdə keçdiyimiz təmsilləri yadımıza salmalıyıq ki, biz hansı təmsilləri keçmişdik? Ümumiyyətlə, təmsil deyəndə nə başa düşürük? Və 3-cü sinifdə artıq uşaqlar təmsil janrı ilə, təmsillə tanış olublar, təmsilin nə demək olduğunu bilirlər və təmsildə əsasən hansı obrazlar iştirak eləyir, onu da bilirlər. Və təmsil vasitəsilə müəllifin çatdırmaq fikrinədir. Bunların hamısını uşaqlar bilirlər. Bilməyənlər üçün isə deyirik ki, təmsil müəllifin bizə ibrətamiz kəlamları çatdırmaq istəyir, ibrətamiz fikirləri çatdırmaq istəyir, hansı ki, bizim oradan öyrənib nəticə çıxara bildiyimiz bir şeyləri bizə öyrətmək istəyir, ötürmək istəyir. Təmsil həm şeir formasında, həm nağıl formasında ola bilər. Gəlin qeyd eləyək. Deməli, təmsil həm şeir, həm nağıl formasında olur. İbrətamiz fikirlər çatdırılır. İbrətamiz fikirlər çatdırılır. Deməli, burada daha çox əsas obrazlar heyvanlar və cansız varlıqlar olur. Cansız varlıqlar olur. Bu təmsilin qısaca xüsusiyyətləridir. Təmsildə bizə ibrətamiz fikirlər çatdırılır. Əsas obrazları heyvanlar və cansız varlıqlar olur. Həmçinin təmsili həm şeir formasında, həm də nağıl formasında görə bilərik. Bəs biz aşağı siniflərdə hansı təmsilləri keçmişik? Məsələn, tülkü və qarğanı keçmişik, sıçan və dələni keçmişik, ayı və şir təmsili var, sincab və balıq təmsili var. Məsələn, bir dəstə göyərçin nağılı, həm də bir dəstə göyərçin təmsili də desək, burada əsas ideya güc birlikdədir, atalar sözü ilə ifadə olunur. Çünki orada bir dəstə göyərçinin gücündən söhbət gedir. Baxın, tutalım ki, bir nəfərin gücü, bir də bir neçə nəfərin gücü. Hansı güclü olar? Əlbəttə ki, bir neçə nəfər bir yerdə olanda daha yaxşı effekt göstərir. Məsələn, tutalım ki, bir dənə ağır bir şeyi qaldırmaq istəyirik. Bir nəfər onu qaldıra bilər, yoxsa bir neçə nəfər daha asan qaldırar? Əlbəttə ki, bir neçə nəfər. Ona görə də bir dəstə göyərçin nağılında da, bir dəstə göyərçin təmsilində də əsas bizə çatdırılmaq istəyən ibrətamiz fikir güc birlikdədir. Yəni, nə isə bir iş görəndə, hər hansısa bir işi görərkən dəstək almaq, birlik olmaq lazımdır. İndi isə keçirik tapşırıq B-yə. 2-ci sinifdə tanış olduğunuz qanqal mətnini xatırlayın. Sizcə müəllif nə üçün baş qəhrəman kimi məhz bu varlığı seçib? Hansı fikir mətnin ideyasını əks etdirir? Doğru variantı gəlin tapaq. A. Daxili keyfiyyətlər zahiri görünüşdən daha vacibdir. B. Bütün bitkilər faydalıdır. C. Bütün bitkilər gözəldir.
Qanqal mətnini yadımıza salsaq görərik ki, həmin hekayədə, 2-ci sinifdə keçirilib də bu. Həmin hekayədə Qanqal o qədər də gözəl deyil. Yəni və gözəl olmadığına görə də, insanların onu dərmədiyinə görə də pis olur, kədərlənir. Amma həkim onun insanların sağlamlığı üçün faydalı olduğunu, xeyirli olduğunu, insanların sağlamlığına fayda verdiyini deyəndə Qanqal bunu eşidib çox sevinir. Və artıq siz başa düşməlisiniz ki, uşaqlar, müəllif bu mətni yazarkən niyə Qanqalı əsas obraz kimi seçib? Çünki Qanqal əgər belə deyək də, xarici görkəminə görə, yəni zahirən o qədər gözəl olmasa da, onun bizim üçün, bizim sağlamlığımız üçün faydalı bir bitki olduğunu ön plana çəkmək istəyir. Və mətnin ideyası da, burada əsas ideya əlbəttə ki, A variantı olacaq. Çünki belə deyim, daxili keyfiyyətlər zahiri görünüşdən daha faydalı, daha vacibdir. Nəyə görə? Qanqalın orada gözəlliyi olmaya bilər, amma onun görün nə qədər insan sağlamlığına faydası var. Ona görə də onun daxili keyfiyyətləri əsas götürülür. B niyə olmaz? Bütün bitkilər faydalıdır. Əslində heç bu düzgün deyil. Çünki bizim dünyamızda belə bütün bitkilər faydalı deyil. Zəhərli bitkilər də var, hansı ki biz ona toxunmamalıyıq. Zəhər yayırlar məsələn. Məsələn, Dieffenbachia güldür, bir bitki növüdür. O qulluq eləyərkən xüsusilə diqqətli olmaq lazımdır. Daha sonra C. Bütün bitkilər gözəldir. Burada bitkilərin gözəlliyindən söhbət getmir. Burada insanın gözəlliyə yox da daxili keyfiyyətlərə önəm verməsini ön plana çəkib müəllif. Keçirik tapşırıq C-yə. Hiyləgərlik haqqında mətn yazsanız idi, hansı heyvanı baş qəhrəman seçərdiniz? Əlbəttə ki, bu sualı oxuyan kimi ağlımıza ilk gələn heyvan tülkü olur. Çünki tülkü bütün nağıllarda, bütün hekayələrdə öz hiyləgərliyi ilə seçilir. Oxuduğunuz mətnlərdən nümunələr söyləməklə fikirlərinizi əsaslandırın. Deməli, nəyə görə tülkü hiyləgər heyvandır? Çünki o neyniyir? Alladır. Bax, tülkü və qarğa təmsilini, hekayəsini yadımıza salsaq nə fikirləşə bilərik? Qarğa yuxarıda özü üçün yeməyini yeyirdi. Tülkü də aşağıda. Tülkü onun yeməyini əlindən almaq üçün nə deyir? Onu anladır, deyir ki, ay qarğa, eşitdim sənin səsin o qədər gözəldir ki, bir mahnı oxu görüm, sənin səsini eşidim. Qarğa da başlayır mahnını oxumağa, ağzını açan kimi ağzındakı yemək düşür aşağı tülkünün qabağına. Bax, beləsinə tülkü və qarğaya aid də təmsildən nümunəmizi gətirdiyimizə görə tülkünün niyə hiyləgər olduğunu az da olsa başa düşmüş olduq ki, o demək olar ki, hamını alladır. Sonra bax, bir mətndə, bir hekayədə var idi ki, deməli, orada keçi, daha doğrusu tülkü quyuya düşür. Bir dənə də səhv eləmirəmsə, keçi quyunun yanından keçir. Tülkü də oradan çıxmaq istəyir. Tülkü deyir ki, bəs gəl mənə kömək elə, sən düş aşağı, gəl mənə kömək elə, ikimizlə birlikdə sonra çıxarıq. Orada deyəsən su olur, nə olur? Tam xatırlamıram o hekayəni. Əvvəl qarğa ilə tülkü olanı danışdım. Bu tam yadımda deyil, amma yenə də sizə tülkünün hiyləgərliyini başa salmaq üçün deyəcəm. Bəs keçi də düşür aşağı, görür ki, nə su, nə bir şey, heç nə yoxdur da. Sən demə, tülkü özü düşüb aşağı, özü də yuxarı çıxmaq istəyir. Yenidən tülkü onun başını bişirir ki, bəs gəl mənə kömək elə, mən yuxarı çıxım, sənə də kömək eləyərəm. Özü çıxır yuxarı, keçi qalır quyunun içində. Sonra da keçi bəs onu çağırır ki, bəs mən burada qaldım, sən çıxmısan. O da deyir, inanıb düşməyəydim. Mən səni məcbur deyir eləmədim ki, sən bura düşdün. Yəni ki, belə tülkü elə əzəldən xarakteri odur ki, hiyləgər bir heyvandır. Keçirik tapşırıq C-yə. Məlumat vərəqlərinə əsasən qu quşu və çöl qazını müqayisə edin. Müqayisə edin deyəndə, yəni onun oxşar və fərqli xüsusiyyətlərini biz deyəcəyik. Onların yaşayış tərzlərində hansı fərqli xüsusiyyətlər var? Baxın, qu quşu suda yaşayan ən böyük köçəri quşdur. Çöl qazı isə suda və quruda yaşayan köçəri quşdur. Qu quşu 20-25 ilə qədər yaşayır. Çöl qazı 10-15 ilə qədər.
Qu quşu həm tək gəzir, həm qoşa gəzir, ancaq çöl qazları ancaq dəstə formasında gəzirlər. Qu quşunun boyu 1,40, yəni 140-160 santimetrdir. Çöl qazının isə boyu 1 metr, yəni 100 santimetrdir. Qu quşunun çəkisi 15 kiloqramdır. Çöl qazı isə 3-5 kiloqram olur və qu quşu bitkilərlə qidalanır. Çöl qazı isə həm bitkilər, həm də böcəklər, yəni həşəratlarla qidalanır. İndi biz bunu müqayisə etsək, yazırıq ki, deməli, görərik ki, əvvəlcə gəlin oxşar xüsusiyyətlərini deyək. Oxşar xüsusiyyətləri nələrdir? Hər ikisi bitki yeyir. Daha sonra hər ikisi suda yaşayır. Yazırıq oxşar cəhətləri. Suda yaşayır. 2. Bitkilərlə qidalanırlar. Bitkilərlə qidalanır. Bəs fərqli cəhətləri nə idi? Fərqli xüsusiyyətlərinə gələndə də ki, belə məlum olur ki, çöl qazı daha balaca quşdur. Çöl qazı daha balaca quşdur, çünki onun baxın, deməli uzunluğu 100 santimetrdir, qu quşun da 140-160-dır. Eyni ilə çəkisi də 3-5 kiloqramdır. Qu quşunun isə 15 kiloqrama qədərdir. Həmçinin fərqli cəhətlərindən biri də odur ki, çöl qazları dəstə şəklində yaşayır və böcəklərlə qidalanırlar, amma qu quşları isə dəstə şəklində olmurlar və ancaq bitkilərlə qidalanırlar. Yazırıq fərqli xüsusiyyətləri. Deməli, bir də təkrar eləyirəm. Oxşar xüsusiyyətləri odur ki, onlar suda yaşayırlar, bitkilərlə qidalanırlar. Amma fərqli xüsusiyyətlərinə gələndə isə belə məlum olur ki, çöl qazı daha balaca quşdur. O cümlədən çöl qazları dəstə şəklində yaşayır, böcəklərlə qidalanır. Lakin qu quşları dəstə şəklində yaşamır və böcəklərlə qidalanmırlar. Həmçinin çöl qazları quruda da yaşaya bilirlər. Çöl qazları quruda da Bəs çöl qazını yazaq. Çöl qazları quruda da yaşaya bilirlər. Keçirik növbəti tapşırığa. Tapşırıq deyil, şəkillərdən və cədvəldəki məlumatlardan
istifadə edərək plan əsasında Tənha Ququşu adlı təmsil qurub danışın. Təmsilin mövzusu lovğalıq olacaq. Təmsilin ideyası lovğalığın sonu xəcalətdir. Lovğalıq yəni özünü bəyənmişlik deməkdir. Ancaq deyir ki, bu həyatda mənəm, ən gözəl mənəm, ən yaxşı mənəm. Egoist insanlar olurlar. Varlığın özəl xüsusiyyətləri Ququşlar tənha yaşamağı sevir və qazlar dəstəyi ilə yaşayırlar. Deməli, hekayəmizin, təmsilimizin planı necədir? Qazların dostluq təklifi və Ququşunun kobud cavabı, Ququşunun donması, qazların köməyi, Ququşunun peşman olması. Gəlin o zaman təmsilimizi quraq. Elə mətnimizin adını da, təmsilimizin adını da qoyaq. Ququşunun lovğalığı. Lovğalığı. Bir gün gölün də olar. Bir gölün sahilində çöl qazları yaşayırdı. Bir dəfə onlar göldə tək üzən çox gözəl nə gördülər? Ququşu Onlar Ququşunun gözəlliyinə heyran oldular. Onlar Ququşunun sonra neynirlər? Ona dost olmağı təklif etdilər. Ququşu qazlara dedi: Sizdən xoşum gəlmir. Səsiniz də kobuddur. Mən sizinlə dostluq etmək istəmirəm. Gözəlliyi ilə lovğalanan Ququşu neynir? Gözəlliyi ilə lovğalanan Ququşu qazlarla dostluq etmir.
Günlər, aylar keçir. Qış gəlir. Artıq burada qış fəslidir. İkinci şəkildə. Ququşu da göldə tənha yaşayırdı. Bayaq biz dedik də, ququşun xüsusiyyətlərindən biri də tək və qoşa yaşamasıdır. Göldə tək yaşayan ququşu soyuqdan neyniyib? Donur artıq. Artıq ucu buz bağlayır. Ququşu soyuqdan donmağa başlayır. Onun köməyinə kim gəlir? Çöl qazları. Onun ətrafına keçib, burada. Onun ətrafına keçib, daha doğrusu burada. Onun ətrafına keçib onu qızındırdılar. Ququşu etdiyi hərəkətdən peşman oldu. Bundan sonra qazlarla dost oldu. Bu da lovğalığın sonu. Sənə hazır birinci dəfədən təklif elədilər ki, gəl dost olaq. Qəbul eləmədi. Tək yaşamağı seçdi. Bilmədi ki, qış gələndə təkcə qalıb donacaq. Amma sonra çöl qazları vəfalı oldular. Getdilər onu neynədilər? İsidib qızındırdılar. Keçirik növbəti tapşırığa. Ququşun başına gələn əhvalatdan nəticə çıxarıb kəlamları tamamlayın. Başqasının eybini elə söylə ki, xətrinə dəyməsin. Məsələn, yazıb burada. Başqasının eybini elə söylə ki, xətrinə dəyməsin. İndi, kobud davranmaqdan çəkin ki, insanları özündən uzaqlaşdırmayasan. Biraz balaca yazmaq lazımdır. İnsanları özündən uzaqlaşdırmayasan. Gözəlliğinlə öyünmə. Çünki insanın daxili xüsusiyyətlərinin, yazaq ikincini, insanın daxili xüsusiyyətlərinin, necə bayaq qanqalı mən sizə misal çəkdim. Yəni, daxili xüsusiyyətlərinin gözəl olması daha vacibdir.
3. Dost qazanmağa çalış, çünki dostlar hər zaman sənə arxa dayaq olar. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.